çevirən qüvvələr indi də Azərbaycanı qarışdırmaq istəyirlər. Bu radikal qruplar din pərdəsi altında ətrafına topladıkları gəncləri ixtişaşa, terrora, ölümə sövq edirlər. Söhbət Hacı Taleh kimi tanınan Qondarma Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə, onun müavini Elçin Qasımov və tərəfdarlarından gedir. Xarici dairələrdən maliyyələşən və sifarişlə fəaliyyət göstərən bu radikal ekstremistlər Boko Haram, Əl-Qaidə, İŞİD, Taliban kimi qruplaşmaların Şimali Afrika və Yaxın Şərq ölkələrində törətdikləri cinayətləri Azərbaycanda təkrarlamağa çalışırlar. Müsəlman Birliyi Hərəkatı kimi təqdim olunan təşkilat rəsmi qeydiyyatdan keçməmişdir və qeyri-legitim bir qurumdur. Qurumun üzvləri hər hansı bir dini icmada təmsil olunmurlar, eləcə də din xadimləri deyirlər. Buna baxmayaraq dəfələrlə bunların dini ibadət yerlərində, dini ayinlərin icrası adı altında asayişi pozma cəhdləri, eləcə də siyasi xarakterli hərəkətləri və çağırışları müşahidə olunmuşdur. Müxtəlif sosial şəbəkələrdə fəallaşıb, ibadət yerlərində yığıncaqlar təşkil edən bu şəxslər gəncləri ölkədə ixtişaş törətməyə, terrora səsləyirlər. Bizə müraciət edən valideynlər var. Mənim evladım çatıb 20 yaşına, 23 yaşına bu günləri adı terrorçudur, ekstremistdir. Allah Əkbər deyib insan başı kəsmək. Belə bir şey yoxdur. İslamda belə bir şey yoxdur. Bunlar dediyim o siyasiləşmiş, uydurma İslamın daşıyıcılarının hərəkətlərinin, fəaliyyətlərinin acı nəticəsidir ki, onlar bunu gençləndirməyə çalışırlar. Artıq Taleh Bağırzadə Azərbaycanda Molla Ömərlik, Əl-Bağdadilik eləmək niyyətindədir. İslam xilafəti qurub ölkəni şəriət qanunları ilə idarə etmək arzusunda olan bu şəxs hakimiyyətə qarşı təxribatda istənilən yola əl atır. Onun artıq hansı ki müxalif düşərgəsində təmsil olunan deyək ki, o partiyalarla da sıx əməkdaşlığı mövcuddur. Ona görə burada bir mənalı, burada onun din pərdəsi altında siyasi fəaliyyətə qoşulması görülür və İslam dininin siyasiləşdirilməsi görülür. Ancaq Azərbaycan cəmiyyəti bu cür hücumlarla mübarizə aparmaq üçün kifayət qədər müdrik və dözümlüdür. Qədim tolerantlıq tarixinə malik və bu xüsusiyyəti ilə bütün dünyaya nümunə olan bir xalq heç bir vəclə belə təxribatlara cəlb oluna bilməz. Azərbaycanda nəinki müsəlmanlar, bütün dinlərin nümayəndələri tam etiqad azadlığına malikdirlər. Digər ölkələrdən fərqli olaraq dindarlara mənəvi və hüquqi dəstəklə yanaşı maddi yardım da göstərilir. İnsanları sülhə, birliyə, əmin-amanlığa çağıran İslamı siyasi alətə çevirib həcmərcilik yaratmaq istəyənlər isə hüququn tələblərinə uyğun olaraq layiqli cəzalarını alacaqlar. Dəyərli tamaşaçılar, bu məqamda sizə bir görüntünü nümayiş etdirməyi özümüzə borc bilirik. Ekranda gördüyünüz iki qat əyilib əl öpən Taleh Bağırzadədir. Xarici dairələrin qarşısında özünü bu cür vəziyyətə salan şəxs sizcə vətənpərvər, dövlətini, millətini sevən ola bilərmi? Bu görüntüləri düşünməyiniz üçün göstərdik. Bəzi sürücülər işıqforun tələbini düzgün qiymətləndirmir.